Bir uşağı balacalıqdan özünə güvənlə böyütmək üçün nə etmək lazımdır? Ən birinci o uşağa uşaq olmağa icazə vermək lazımdır. Uşaqlar bəzi vaxt çaşır. Biz məsəl üçün uşaq bir şey eləyəndə yaxınlaşır, tutalım, nəsə bizə deyir, biz deyirik ki, sən uşaqsan, sən özü uşaq kimi apar. Bəzi vaxt olur, uşaq nəsə eləyir, biz ona deyirik, sən uşaqsan, özü belə aparırsan. Uşaq çaşır, bilmir ki, böyük olsun, yoxsa balaca olsun. Mənə elə gəlir ki, uşağın uşaqlıq dövrünə toxunmaq olmaz, sadəcə qorumaq lazımdır və düzgün istiqamət vermək lazımdır. Və həmişə vurğuladığım kimi, dediyim kimi, uşaqlarla danışmaq lazımdır. Çünki uşaq özü nəsə deyəndə, özü bilmədən də deyir. Amma ana nə üçündür? Ona həyatı başa düşməkdə köməkli göstərsin. Və uşaq deyəndə artıq ana başa düşməlidir. Uşağa qulaq asıb başa düşməlidir ki, uşaq nədə ehtiyacı var və ya nədə kim on talantlı. Bu cür şeylərdə ana yanında olsa, uşaqla danışsa, valideyn uşaqla danışsa və uşağı çaşdırmasa, uşaqlığına icazə versə, toxunmasa, özünə inamlı böyüyəcək.